Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla qazmaqlı Bakı quymağı hazırlayacağım. Əvvəlcə tavanın içərisinə 200 qram kərə yağı, 1 stəkan yarım ələnmiş un, 1 çimdik də duz əlavə edirəm. Hərdən qarışdıraraq unu biraz qovururam. Qeyd edim ki, verdiyim ölçü 4-5 nəfərlikdir. Unun rəngi biraz dəyişdikdə üzərinə sarı kök əlavə edirəm. Sarı kök tam qarışdıqdan sonra ilıq suyu da az-az əlavə edib qarışdırıram. Yaxşı qarışdırmaq lazımdır ki, içərisində un topacıqları qalmasın. 1 litr yarım ilıq su əlavə etdim. Un tam həll olduqdan sonra qarışdırmaq olmaz. Qazın yüksək temperaturunda bişirirəm. Qaynadıqca yağı üzərinə çıxır. Qazanın dibində qazmaq tutduqda artıq hazırdır. Görürsünüz, bu cür yağ üzərinə çıxdıqda, qazmağı qızarmış olduqda ocaqdan götürmək lazımdır. Artıq hazırdır. Quymağı isti-isti boşqablara töküb, qazmağından da üzərinə yerləşdirəcəm. Görürsünüz, çox gözəl qazmaq tutubdur. Quymağın üzərinə biraz şəkər əlavə edirəm. Şəkəri balla da əvəz etmək olar. Zövqə görə üzərinə darçın da əlavə olunur. Artıq gördüyünüz kimi qazmaqlı Bakı quymağı hazırdır. İsti-isti yemək daha məqsəd uyğundur. Əgər videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi unutmayın. Hazırlayacaq olanlara nuş olsun.